birinci şəkilçiyə baxırıq. İcbar növü şəkilçisi dır, dir, dur, dür və yaxud da t şəkilçisi. Dır, dir, dur, dür, t. İcbar növ adına baxın icbari. Ərəb dilindən götürülüb. İcbari, yəni məcburi. İndi var ya icbari sığorta. Məcburi. İcbar məcburi deməkdir. İcbar növdə birinci şəkilçiyə baxırıq. Şəkilçidən sonra icbar növdə başqasına elətdirirsən. Yəni işi sən yox, sən başqasına elətdirirsən. Məsələn, bax, lövhəni sildir. Lövhəni sildir. Baxaq, birinci yenə şəkilçiyə baxıram. Silməkdən madməq artırıb bilərəm ki, bu leksikdir, yoxsa qrammatikdir. Silməkdən sildirmək. Hərdir, leksikdir. İndi baxırıq, lövhəni sildir. Sən eləmə. Lövhəni mən sənə dedim, lövhəni sildir. Sən başqasına elətdirirsən. Yəni, bu işi başqası icra edir, sən eləmədin. Onda bu icbar növdür. Və yaxud başqasını deyək. Otağı təmizlət. Təmizlət. Baxaq, sözün kökü təmiz, təmizdən təmizləmək, təmizləməkdən təmizlət. Təmizlətmək. Madməq artırıram, tapıram. İndi deyirəm, otağı təmizlət. Sən başqasına elətdirirsən. Deməli, icbar növdədir. Yəni, işi sən eləsən, olacaq məlum. Sən başqasına elətdirsən, bu olacaq icbar.